Salam, bugün dersimiz çevrenin tenliği olacak. Demek evvelce çevrenin tenliğini yazacağız, sonra çevrenin tenliğine ait mesele həlli ilə məşğul olacağıq. O test topluluğunda çevrenin tenliği mövzusundan orada qeyd eləmişəm bir 10 müxtəlif məsələnin izahını verəcəm. Məsələni həll eləmək məqsədi ilə yox, məsələnin həllinin üzərindən dərsi biraz da möhkəmləndirmək və anlatmaq, məsələlərə necə yanaşmaq olar. Orada məsələ çoxdur, amma deyim ki, artıq bir 7-8 tipli, müxtəlif tipli məsələlər var. Onları anlaya bilən uşaq, yəqin ki, yerdə qalanı da rahat həll edə biləcək. Mən də çalışacağım ki, bu cür bu məsələləri izah edeyim. Əvvəlcə gəlin çevrənin tənliyi. Biz bir çevrə tənliyini mən əlbəttə ki, birinci lüqdə yazmışam. Çünki birinci lüqdə daha rahatdır anlatmaq. Ona görə istənilən lüqdə çevrənin mərkəzini götürmək olar. Radiusda müxtəlif radiuslu fərq etməz. Demək, radiusu R olan, mərkəzi C nöqtəsində olan çevrənin tənliyini yazmaq lazım. Mərkəzin koordinatları verilmişdir. A və B'dir. Bir də radiusu verilmişdirsə, demək, bu çevrənin tənliyini yazmaq mümkündür. İndi gəlin, əvvəlcə bununla məşğul olaq. Bildirim ki, demək, bu iki nöqtə arasında məsafə düsturudur, çevrənin tənliyidir. Burada müəyyən məsafələrin hesablanmasını burada öyrənmək üçün əvvəlcə həndəsənin təməl bilgilərində olan, elementar həndəsədə olan bəzi şeyləri mütləq uşaq bilməlidir ki, burada bu dərsləri anlaya bilsin. İndi gəlin, məsələn, bu çevrənin radiusudur, R radiuslu bir çevrədir, eləmi? Bu mərkəz məlumdur, A və B nöqtədir. Tutaq ki, C nöqtəsinin koordinatları A və B'dir. Aydındır. Və radiusda R'dir. Bir də bu radiusun hərəkət zamanı, bu sabit olaraq qalır A və B, amma radiusun dəyişik nöqtələrdəki koordinatları neyini dəyişir? Demək, dəyişənimiz bu demək, radiusun uc nöqtəsindəki bu nöqtənin, yəni çevrənin istənilən bir nöqtəsini götürsək, bu radiusu çəkəndə radiusun uc nöqtəsi düşür ona görə. Mən elə bir düz xətt üzərində götürmüşəm bunu, demək, mərkəzdən və koordinat başlarında birləşən xətt üzrə ki, məsələlərin də izahı rahat olsun. İstənilən bir nöqtəni götürmürəm, məsələn, bu nöqtəsini. X, Y işarə edib həll eləmək olar, amma elə belə daha bizə lazımlıdır, ona görə də belə. İndi bunu biz bilirik ki, bu xəttdir, belə deyək, uzatsaq belə, bunu da uzadanda belə bu xətti uzadanda belə gəlir bundan birləşir, aydın ki, bunu birləşdirirəm da, burada bir düz bucaqlı üst bucaq yaranır yenə. Dediyimiz kimi, demək, mənim fikrimdir bu, belə də düşünürəm ki, həndəsənin onurğa sütunu Pifagor terimidir. Keçən dərsimizdə bildik ki, bu məsafə, burada bir, tutaq ki, bir nöqtə yazaq, B nöqtəsi, qoy D nöqtəsi olsun, tipli nöqtə olsun, D nöqtəsi. Demək, bu D nöqtəsi C, D, A düz bucaqlı üç bucaqdır. Bunun katetlərini biri C-dir, bir də D-A-dır. Bu CD məsafəsi, demək, belə deyək də, o X məsafəsi, O-dan X-ə qədər olan bu nöqtədir, X nöqtəsi, hər hansı nöqtənin koordinatı X-i, bu da A, bu mərkəzin demək, koordinatıdır, apsisidir. Demək, bu məsafədən, X-ə qədər, koordinat başlanır, X nöqtəsinə qədər olan məsafədən, bu A-ya qədər olan məsafəni çıxdıqda verir bu məsafəni. Bu məsafədə buna bərabər. Demək, bura olacaq X çıxar A. Aydındır. Eyni yolla da göstərmə olar ki, bu məsafədə, demək, Y budur, bu da B-dir. Y çıxar B-dir bu məsafə. Bu məsafədə aydındır ki, buna bərabərdir. Burada yazacaq Y çıxar B. Və buradan görün nə alınır? Y çıxar B və Pifagor terimi tətbiq edəsək, alınacaq X çıxar A-nın kvadratı, üstə gələk Y çıxar B-nin kvadratı bərabər nəyə? R-in kvadratına. Və aydındır ki, burada A məlumdur, B məlumdur, radius da məlum olanda olur bu çevrənin tənliyi. İndi bu çevrənin tənliyini yazandan sonra bu çevrənin mərkəzi birinci lüqtədə ola bilər, ikinci lüqtədə, üçüncü lüqtə, dördüncü lüqtə və koordinat başlanğıcında da ola bilər. Məsələn, koordinat başlanğıcı olanda xüsusi halda burada yadıma bir koordinat sistemi çəkək, belə bir koordinat sistemi çəkək bu çevrə üçün, tutaq ki, bunun üçün. Tutaq ki, bu çevrənin mərkəzi koordinat başlanğıcıdır. Buraya da nə? X, buraya da Y, bu da yazsın O.
İstənilən yenə bunun radiusu olsun hər hansı bir demək, elə də radius götürək qoyaq. Bunun radiusu da, bu radius burada olanda bu radiusudur bunun r, belə birləşdirək, bu r radiusudur bu. Bu nöqtənin koordinatlarını x yazsaq, burada nə olar? Y, aydındır. İndi buradan görürük ki, yenə burada düzbucaqlı üçbucaq var. Bu x-dir, bu da nədir? Məsafədə y-dir. Alarıq, demək, x kvadrat plus y kvadrat bərabər nəyə? R-in kvadratına. Demək, belə görünür ki, mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi x kvadrat plus y kvadrat bərabərdir R kvadratına. Bu mərkəzi A və B nöqtəsində olan A və B nöqtəsi. Yəni A, B bunun koordinatlarıdır. Bu da mərkəzi 0, 0 nöqtəsində olan çevrənin nə idi? Tənliyi. İndi ola bilər ki, bu çevrənin mərkəzi OX oxu üzərindədir. Məsələn, götürək, biraz uzadaq belə, OX oxu üzərində burada olsun, bunu silək. Tutaq ki, bunun mərkəzi OX oxu üzərində, buradadır. Aydındır, buradadır. Burada olanda bu nöqtə olsun A, ta ki A'dır. Aydındır. Bu nöqtənin, bu çevrənin tənliyini yazsaq, demək, bu nöqtənin koordinatı, bu mərkəzi O nöqtəsi olur. Nöqtənin koordinatları nədir? A 0 deyil və burada yazanda x minus A-nın kvadratı olacaq. X minus A-nın kvadratı üstə gələk, y-i bunun nədir? 0-dır. Y-in kvadratı bərabər nəyə? R-in kvadratına. Radiusu da R olsa, hər hansı bir radiusu nədir? R-dir. İndi bir də var ki, bu nöqtə yerləşir, bu çevrənin mərkəzi yerləşir OY oxu üzərində. Ta ki, OY oxu üzərində burada yerləşir. Buraya da bir B nöqtəsi. İndi bu nöqtənin koordinatları 0B nöqtəsidir. Düzdürmü koordinatları? O, 2, 0B-dir. Radiusu da istənilən bir R. Aydındır. Demək, onda olacaq nə? X çıxar. Bu nöqtənin apsisi 0'da. Yəni, mərkəzin apsisi nədir? 0'dır. Mərkəzin apsisi 0'dır. X minus 0'ı yazacaq x kvadrat. Üstə gələk. Y minus B-nin kvadratı bərabər nəyə? R-in kvadratına. Demək, 4 hal mümkündür. Bu hal istənilən rübdə olanda, mərkəzi A və B nöqtəsində olan çevrənin tənliyidir. Bu, xüsusi halda koordinat başlanğıcında olanda, çevrənin mərkəzi əgər koordinat başlanğıcındadırsa, onda onun, demək, nəyi? Tənliyi olacaq x kvadrat plus y kvadrat bərabərdir R kvadrat və bu görsəlir ki, demək, çevrənin mərkəzi x oxu üzərində olarsa, onda x minus A-nın kvadrat plus y-in kvadrat bərabərdir R kvadrat, mərkəzi OY oxu üzərində olarsa, x-in kvadratı üstə ilə y minus B-nin kvadratı bərabərdir R kvadrat. Yəni, mərkəzi B nöqtəsində olan, y üzərində olan B nöqtəsində olan çevrənin tənliyi. İndi bunları biləndən sonra uşaqlar, burada yeri gəlmişəm bir şey də deyim. Tutaq ki, bu belə deyək də, bu tənliyi verilib. Böyle hazır durub burada. Tutaq ki, budur. Böyük bərabər yazılıb R kvadrat. Böyük bərabər R kvadrat yazılında, bu həmin nöqtələr çoxluğu burada yerləşir. Yəni, bu dairə, böyük yazaq R. Dairə var, bu çevrənin əhatə elədiyi dairədən kənarda olan bütün nöqtələr çoxluğu. Aydındır. Əgər kiçik bərabər R kvadrat yazarsa, bu nəyi verir? Dairəni, buranı verir. Kiçik bərabər R kvadrat, bu dairə çevrəsi də daxil olmaqla bunu verir. Amma kiçik R kvadrat olsa, demək, bu çevrə nöqtələri buna aid deyil, yerdə qalan nöqtələr. Aydındır. Bu da bərabərsizlik kimi, bunu da sizə rast gələndə biləsiniz. Yeri gəlmişkən, yadıma düşdü, dedim. Aydındır. Bu da bir maraqlı məsələ. İndi biz bildik ki, çevrənin tənliyi bu şəkildədir. X minus A-nın kvadratı plus Y minus B-nin kvadratı bərabərdir R kvadratı. Məsələn, birini yazaq. Əsas iş buradadır ki, çevrənin tənliyini hazır verilmiş hal var. Bir də açılmış şəkildə, yəni çox adi şəkildə göstərilib və onu təzədən çevrənin tənliyi formasına, yəni bu şəklə gətirmək. Məsələn, tutaq ki, mərkəzi 2, 3 və radiusu R bərabərdir. Mərkəzi 2, 3 nöqtədir. Radiusu tutaq ki, bərabər 5 yazaq. 5 olan çevrənin tənliyi yazaq. Yazırıq. X minus 2-nin kvadratı
Üstə gələk. Y minus 3'ün kvadratı bərabər nəyə? Y-nin kvadratı, yəni 25'ə. Bu tənlik belədir. İndi bunu açıq şəkildə yazsaq, çox ədli şəkildə gətirsək, x kvadrat minus 4x plus 4 üstə gələk y kvadrat minus 6y plus 9 bərabərdir 25. İndi bax buradan bu 4 ilə 9, 13, 25'i keçirəcək bir yana. Bu birdən yazılır bax belə x kvadrat. Birinci bu yazılır. Deyək ki, sonra y kvadrat yazılır bu. Sonra çıxar 6y yazılır. Sonra çıxar 4y yazılır, 4x yazılır. Sonra da demək 13, 25'dən 13'dən 25 çıxanda çıxar 12. Bax bu şəkildə verir. Bərabər 0. Bu həmin tənlikdir. Bax bu həmin tənlik bu şəkildə verilir. İndi bizdən burada bunları silirəm. Bax bu artıq biz özümüz hazırlayalım. Bunlar yoxdur. Bax bunlar yoxdur. Bizdə belə çevrənin təni bu şəkildə verir. Deyir ki, bu çevrənin mərkəzinin koordinatlarını tap, bu çevrənin radiusunu tap, bu çevrənin uzunluğunu tap, bu çevrənin əhatə elədiyi çevrə daxil olmaqla dairənin sahəsini tap. Onun üçün biz məcburuq qayda bu şəklə, yəni bu formaya yazırıq. İndi bu formada bu şəkildə yazmaq üçün biz x kvadratına uyğun gələn x mənfi 4x-dir. X kvadrat minus 4x bu x minus 2'nin kvadratının bir hissəsidir. Yazırıq. X minus 2'nin kvadratı elədi x kvadrat minus 4x plus 4. Yaza bilərik çıxdır, amma fikrimizdə qalsın. Burada 4 var. Üstə gələk. Sonra bu y kvadrat minus 6y-də görürük ki, y minus 3'ün kvadratıdır. Yazırıq kvadrat. Demək, burada bir 4 əlavə elədik biz burada. Burada da neçə? 9. Aydındır. İndi bu 4'ü getdi. Burada çıx 12. Bu 4 ilə 9 neçə eləyir? 13. Yazıram çıx 13, çıx 12. Aydındır. Və yaxud da birbaşa fikirləşib yaza bilərəm ki, bu 13'dür. Nə yazdım ki, mənfi 12 olsun? Burada mənfi 12 olmalı. Çıx yazıram birbaşa 25. Aydındır. Buradan da alıram ki, demək, bunları artıq silirəm. Demək, alıram bərabərdir nə 25? 25 də aydındır ki, nəyin? 5'in kvadratıdır. Və aldım beləcə 5'in kvadratı. Və mən bu şəkildən bura gəldim, burada verdi, belə gəldim. Buradan görür ki, bunun mərkəzi 2, 3, radiusu da nəyə bərabərdir? 5'ə bərabərdir. Hansı ki, biz əvvəldən özümüz yazmışdıq. Başqa birində izah edelim. Məsələn, tutaq ki, belə yazır. İndi özündən yazdım. Biraz normal olsa üzülü sayın. X kvadrat tutaq ki, plus y kvadrat minus 8 y tutaq ki, minus nə yazar? Bu demək 4'ün 16 demək olsun. Minus tutaq ki, 9 yazaq. Bərabər 0. Görək alınır mı? Demək yazıram x kvadrat. Bu heç nəylə əlaqəsi yoxdur. Burada başqa bir x yoxdur. Plus y minus 4'ün nəyidir bu kvadratı? Aydındır. Y minus 4'ün kvadratı da budur. Burada 1,25 alınır. 16 alınır. Müsbət 16'dan mənfi 9 almaq üçün belə yazaq. Çıxaq 16, çıxaq 9. Belə deyiz, başımız alınır. Bərabər 0. Aydındır. Çıxaq 16, çıxaq 9. Bu da alınır. X üstə gələk. Y minus 4'ün kvadratı bərabər nəyə? 25'e, yəni 5'in kvadratına. Aha, bunu da aldık. Bu verilmişdi. Belə aldık ki, bunun mərkəzi x kvadratdır. 0,4'də olan, radiusu 5'e bərabər olan bir çevrədir. Əvvəlcə bunu hər kəs yazmağı bacarmalıdır. Yəni bu şəkil gətirməyi bacarmalıdır. Bu hətta bizim əvvəlki mövzularda vardı. Funksiyanın ən böyük, ən kiçik qiymətlərini tapanda, məsələn 2 dəyişənli bir ifadənin ən böyük, ən kiçik qiymətini tapanda, orada da bu kvadratlar şəklinə gətirdi. Yoxsa 2 dəyişənli tənliklər vardı. Gəlirdi a kvadrat plus b kvadrat ümumi şəkildə də 2 dənə müxtəlif demək ifadənin kvadratlar cəminin sıfıra bərabər olmasına. Orada da bu ayırmaları aparırdıq. Demək tam ki kvadratları ayırmaq yolu ilə. İndi bunu belə bacarmaq lazımdır. İndi gəldi bununla əlaqəli olan məsələləri mən indi sizə demək topluda olan məsələlərdən izah edəcəm. Amma əvvəlcə gəlin bir məsələlərə yanaşmanı başa salaq. Məsələn, birdən deyir ki, bunları götürürəm. Buraya götürməyəm, dursun belə. Dursun buraya dursun. İndi deyir ki, birdən çevrə verilmişdir, hər hansı bir çevrə. Əvvəlcə bunu anlamaq lazımdır, sonra məsələyə girişmək. Ay, uşaqlar məsələ eləyə bilmədi. Məsələn, mən bu məsələni elə, elədik boşuna. Amma bir də var ki, bir 10 dənə, 15 dənə məsələ eləməkdənsə, bir 2 dənə məsələni anlamlı şəkildə anlamaq lazımdır ki, məsələni necə yanaşmaq lazımdır, onu bilmək lazımdır və məsələyə lazım olan bilgiləri bilmək lazımdır.
İndi buradan mesela bir çevre verilirdi. Çevre burada da olabilir. Sonra çevre olabilir ki bu koordinat başları çevrenin dahilinde yerleşir. Aydındır. Bunları varyantlara salsak o kadar varyant var ki biz ümumi belə də lap rahat variantını izah edirik ki, uşaq anlasın. Yerdə qalanını aydındır. Misallar gəldikcə izah edəcək. İndi burada deyir ki, koordinat başlarından çevrəyə qədər olan məsafəni tapın. Məsələn, ümumiyyətlə bu çevrədir. Bizə deyəndə ki, hər hansı bir nöqtədən bu çevrəyə qədər məsafə deyəndə bu çevrənin hansı nöqtəsinə qədər məsafə olmalıdır, bunu bilməliyik. Demək, bunu da bilmək üçün bilməlisiniz ki, ümumiyyətlə istənilən iki cism arasında məsafə deyəndə o iki cismin ən yaxın nöqtələri arasındakı məsafə götürülür. Burada da bizim demək, bu çevrəyə qədər olan məsafə ən yaxın məsafə hansıdır bilmirik. Amma biz isbat eləmək olar ki, bu çevrənin mərkəzini bu nöqtə ilə birləşdiririk belə. Aydındır, bu nöqtə ilə birləşdirdik. Bu biraz aralı çəkim düz olsun. Demək, bu çevrənin mərkəzi tutaq ki, burada, eləmi? Çevrənin mərkəzini birləşdirdim bu nöqtə ilə. Bu kəsişmə nöqtəsi, bu həmin tutaq ki, bu A nöqtəsidir. Aydındır. Bu da bunun bir deyək D nöqtəsi mərkəzidir. Aydın. Bu da S, bundan kəsişmə nöqtəsi. Demək, bu çevrəyə ən yaxın məsafə bu AS-dir. AS məsafəsidir. İndi AS məsafəsində bu da radiusdur, eləmi? Biz nə edirik? Bu məsafədən çıxırıq nəyi? Bu radiusu, bu da radiusudur da bunun çevrənin radiusunu. Çıxsaq, verər nəyi? Bizə çevrəyə ən yaxın olan məsafəni. İndi AS məsafəsi tapmaq üçün, demək, tutaq ki, bunun koordinatları verib 2, 5, bunun da koordinatları verib həm 7 olsun 9, aydındır. İndi deyək ki, bu nöqtədən çevrənin mərkəzinə qədər məsafəni tapın deyəndə, əlbəttə, iki nöqtə arasında məsafə düşdür. Kökün altında yazırıq. 7 çıxaq 2-nin kvadratı, yəni 5-in kvadratı 25, üstə gələk 9 çıxaq 5-in kvadratı 4, 9-dan 5 çıxaq 4, 16. Eləyir nə? Kök altda 41. Demək, bu məsafə, buradan bura kök altda nədir? 41-dir. İndi deyəndə ki, çevrəyə qədər ən yaxın məsafə, indi tutaq ki, radiusda bilmirik burada, əslində biz bilmirik nədir? Verilib radiusda nədir? Tutaq ki, 3-dür. Aydındır. Radius bərabər nəyə? 3-ə verilib. Onda biz AS-i deyirəm, bu AD-dir. Üzr istəyirəm, bu AD-dir uşaqlar. AD. Məsafəsini tapdıq. Kök altda 41. İndi AS-i tapanda, AS məsafəsini tapanda biz nə edirik? AD-dən çıxırıq nəyi? AD-dən çıxırıq radiusu. Yəni DS-ni, DS də radiusdur. O da bəbdə kök altda 41 çıxaq necə? 3. İndi birdən olur ki, uşaqlar, deyir ki, bu nöqtədən çevrənin ən uzaq nöqtəsinə qədər məsafə. Məsələn, bu nöqtədən çevrənin ən uzaq nöqtəsi. Bu çevrənin ən uzaq nöqtəsində bu mərkəzdən keçmə şəkildə bu nöqtəni birləşdirir. Bu həmin nöqtədə bu N nöqtəsidir. Aydındır. Bu demək, həmin nöqtəni çevrənin mərkəzindən keçən bir düz xətt çəkir, birləşdirir və davam elətdirir. Çevrənin kəsişdiyi digər bu nöqtə həmin nöqtədən ən uzaq məsafədə olan nöqtəsidir. İndi bunu tapanda isə bu AN-i tapanda. AN-i tapanda yazırıq bərabərdir. Demək, AD-ni tapmışıq. Kök altda 41. Aydındır. Və üzərinə gələk nəyə? Radiusu, R. O da bərabərdir. Kök altda 41. Üstə gələk nə? 3. Belə bir məsələlər olur. İndi bir də olur, məsələ çevrənin daxilindədir, nöqtə. Onda daha sadədir. Tutaq ki, nöqtə çevrənin daxilindədirsə, aydındır. Tutaq ki, belə deyək də, bunları təmizləyim, qoyun. Nöqtə çevrənin daxilində, bu çevrənin mərkəzi və nöqtə çevrənin daxilində, tutaq ki, buradadır. İndi deyək ki, nöqtədən çevrənin mərkəzi arasında məsafədir. Bu, tutaq ki, 3, 2-dir, bu da nə bilim, 4, 7 olsun. Bu məsafəni tapanda çevrəyə qədər olan məsafəni tapdıq. Aydındır. Tutaq ki, bunu tapsaq, bu yazaq S nöqtəsi, bu da olsun nə? D nöqtəsi. SD nöqtəsini tapanda, SD-nin uzunluğunu tapanda, SD, yenə koordinatlar metodu ilə iki nöqtə arasında məsafə düsturundan. 4-dən 3-ü çıxıram 1, 1-in kvadratı 1, 7-dən 2-ni çıxarım, neçə edir? 5, 5-in də kvadratı 25. Edir kök altda 26. Belədir kök altda 26, bu kök altda 26. İndi deyəndə ki, nöqtədən çevrəyə qədər olan məsafə, bu nöqtədən çevrəyə qədər olan məsafə, biz artıq bu məsafəni R-dən çıxacaq SD-ni, bura artıq R-dir.
Bu erdən çıxacaq bu S-dən, yəni kök altda 26-nın. Yazırıq demək, nədir bu? Bu məsafə tutaq ki, burada bir H nöqtəsi yazsaq, bizdən SH yazaq. SH bərabərdir. Demək, radiusda tapmışıq. Radiusda verilmir. Tabii da radius tutaq ki, verib 10. Eləmi? Tutaq ki, radius bərabərdir 10 verilib. Hər halda verilməlidir. Demək, yazırıq. 10-dan çıxır, kök altda nəyi? 26-nı. Aydındır. İndi desək ki, bu nöqtədən çevrənin ən uzaq nöqtəsi, onda bunu uzadırıq da, çevrənin ən uzaq nöqtəsi budur. Aydındır. Bu demək D mərkəzidir. Demək, budursa, bu kök altda 26-dır. Bu məsafə, bu da R-dir. Tutaq ki, burada 10-dur. 10-un üstünə kök altda 26-nı gəlirik. Məsələlərə yanaşma bu. Aydındır. Belə olmalı. İndi koordinat başlanğıcından çevrənin mərkəzinə qədər məsafə dedikdə, uşaqlar. Koordinat başlanğıcı budur. Bunun koordinatları 0-0-dır. Çevrənin mərkəzinə qədər məsafə, bunu belə birləşdirəndə, aydındır, belə birləşdirsək, bu düz bucaqlı üç bucaqdır. Bunun mərkəzinin koordinatları A, B-dirsə, bura B-dir, bu məsafə B-dir. Aydındır, bu məsafədə nədir? A-dır. Aydındır. Onda bu OC nəyə bərabər olacaq uzunluğu? OC-nin uzunluğu. Kökün altında A kvadrat üstəlinə B kvadratına bərabər olacaq. Bu OC. İndi deyəndə ki, koordinat başlarından çevrənin ən yaxın nöqtəsinə qədər məsafə OB-dir artıq. OB-ni isə tapanda, uşaqlar, OB bərabərdir. Demək, bu məsafədən, yəni OC-dən çıxmalıyıq bu R-i. Bu R-də budur. Aydındır. Demək, yazacaq OB kök altında A kvadrat üstələ B kvadratından çıxacaq nəyi? R-i. Aydındır. İndi ən uzaq məsafə deyəndə, burada OA-nı tutaq ki, OA-nın uzunluğunu tap deyəndə bərabərdir. Yəni, bu OC məsafəsinin üzərinə əlavə bir R radiusunu nə edirik? Əlavə edirik. OC üstə gələk, bu da nədir? Radius da ki, R-dir. Əlavə edəndə olacaq, demək, kök altda A kvadrat plus B kvadrat üstə gələk nə? R. Bu yanaşmalar belədir. Sonra, demək, çevrə ilə əlaqəli məsələlər nədən ibarətdir? Birdən deyir ki, çevrə düz xətlə kəsişirsə, bu kəsişmə nöqtələrini tap. Aydındır. Və yaxud toxunursa, toxunma nöqtələrini tap. Belə tip məsələlər də var. İndi əvvəlcə gəlin bilməliyik ki, çevrə ilə müstəvidə düz xətt arasında qarşılıqlı vəziyyətlər hansılardır? Demək, çevrə ilə düz xətt ya kəsişir, aydındır, bunları da silirəm, artıq ehtiyac yoxdur, aydındır. Demək, çevrə ilə düz xətt ya kəsişirlər, ya toxunur, ya da ortaq nöqtəsi yoxdur, kəsişmirlər, aydındır. Ya bir ortaq nöqtəsi vardır, ya kəsişirlər, ya da kəsişmirlər. Yəni, toxunursa, belə deyək, toxunur. Kəsirsə, çevrəni iki nöqtədə kəsir, müxtəlif variantda da kəsə bilər, aydındır. Və yaxud da heç kəsişmir, aydındır. İndi birdən ola bilər ki, məsələ olsun, bu da biraz qəliz olar. Məsələdir, tənliyi verilib, demək, düz xəttin tənliyi verilib. Deyək ki, çevrə mərkəzindən düz xəttə qədər olan məsafəni tap. Həmin nöqtədən düz xəttə perpendikulyar. Bunu da yanaşma belədir. Ta ki, bu Y bərabərdir, deyək ki, belə də 5x minus 10 verilib. Yəni, sürüş 10 byte belə. Demək, aşağıda da 10 byte belə bir şey. Bu da çevrədir. İndi bax, buradan bu 5x minus 10, bu aydındır ki, bu düz xəttdən çevrəyə qədər məsafə dedikdə, bax, çevrəyə qədər məsafə dedikdə və ya çevrə mərkəzinə qədər olan məsafə. Biz əvvəlcə bax, bu düz xəttə perpendikulyar olub, bax, bu düz xəttə perpendikulyar olub, belə deyək də, mərkəzdən keçən düz xəttin tənliyini yazmalıyıq. Bu daha rahat olar. Bunun vektorla da eləmək olar, amma belə daha rahat. Demək, bu çevrənin mərkəzi nöqtəsi məlumdursa, demək, bu düz xəttə perpendikulyar düz xəttə bilirik ki, necə yazılır bu düz xəttə perpendikulyar düz xətt? Demək, düz xəttlərin perpendikulyarlığı bilirsiniz, nə var? Düz xəttlər perpendikulyardır. K1 və K2 -1 olanda. Buna perpendikulyar olan bu düz xətt Y bərabərdir olacaq. Bu 5x-də bu olacaq -5-də 1x plus 1 K şəklində, B şəklində. Aydındır. İndi bu nöqtənin də koordinatları məlum olduğundan
bu koordinatlarını ve bu A'nı B'ni takip burada koordinatları verip de A burada B yazdık, bu B ile neyinde olsun bir S olsun. Aydındır. Ve böyle bir şekilde demek bu düz xəttin tənliyin yadı -5'də 1x plus S ve bu merkezin koordinatları da yerine yazanda bu S'ni tapırıq. Artık bu düz xətt məlum oldu. Məlum olandan sonra bu düz xətlə bu düz xəttin kəsişmə nöqtəsini tapırıq. Aydın tapa bilərik. Bunu da bu əvvəlki dərsdə izah eləmişlər. Burada izah eləməyə ehtiyac yox. İndi bu nöqtəni tapandan sonra bu iki nöqtə arasında bunu da bu nöqtədə məlum, bu nöqtədə məlum. Bu iki nöqtə arasında məsafəni tapırıq. İndi desək ki, çevrəyə qədər məsafəni tap. Bu məsafədən artıq bizim nöqtə bu düz xətt deyil, bizim üçün bu bir nöqtədir. Və ya izah elədiyim məsələlərə gəlir. Aydındır. Oradan biz nə edə bilərik? Həmin məsafəni, çevrəyə qədər məsafəni də tapa bilərik. Çevrənin mərkəzinə qədər məsafəni tapa bilərik. Çevrənin ən uzaq, yəni düz xəttdən ən uzaq məsafəsini də buradan tapa bilərik. Bu da belə bir tip məsələ rast gələ bilər. İndi gəlin bizim testlərimizdə, əlbəttə ki, belə də testlərdə bu qədər uşaqlar üçün çətinlik çəkilmiş, olan bir şey yoxdur deyim ki. Aydındır. İndi orada olanlar nə varsa onları çalışacağım bir şey izah edeyim. İndi gəlin, baxaq görək testlərimizdə nə suallar var. Bunlar artıq bizə ehtiyac deyil, koordinat sistemi qalsın, ola bilsin, lazım olar bizə. Görək nə var orada. Açalım da inşallah testlərimizi. Demək, topluda olan məsələlər deyim uşağa, o qədər də qəliz deyil. Düşüncəli yanaşan uşağa orada elə bir problem olmamalı. Gəlin baxaq. Demək, burada qeyd eləmişəm. İlk məsələ 5-ci məsələ. Götürək 5-ci məsələ gör nə deyir. Yadır ki, 5-dən əvvəl elə 5-i qeyd eləmişəm. Demək, 5-ci məsələ, test toplusundan x kvadrat üstə gələk, y kvadrat minus 4x üstə gələk, 2y çıx 5 bərabər 0 çevrəsinin o x oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Tutaq ki, çevrəmiz budur, aydındır. Bu, deyir ki, bunun tənliyini də yazacağım, amma tənliyin yazmadan bu məsələni həll eləmək olar. Amma öyrənmək istəyən uşaq olun. Əvvəlcə burada yəni üstündə çalışmalıdır. Mən belə də öyrəşmişəm ki, bunu belə izah edim. Nəinki uşaq 20 dənə məsələ verdi, məsələləri. Mən 20 məsələ veribsə sual, mən onun ikisinin üçünü elə izah edirəm ki, o yerdə qalanlarını o izahın üzərindən həll edə bilsin. Məsələn, çevrə verib, əvvəlcə deyir ki, bu x oxu ilə kəsişmə nöqtəsi koordinatlarını tap. Və bu kəsişmə nöqtəsi tutaq ki, biri budur, biri də budur. Çevrə ilə x oxu arasında nə münasibət var? Ya ona toxunur, haradasa, burada fərq eləməz, harada olur olsun, aynı bu tərəfdən. Ya onun ümumiyyətlə kəsişmir, toxunmur x oxuna və yaxud da kəsişir. Kəsişirsə iki nöqtədə kəsişir. Tutaq ki, bura, məsələn, 1-dir, burada nədir? 5-dir. Bu, kəsişmə nöqtələri arasındakı məsələ 5-dən birini çıxarsa, əlbəttə ki, 4 edəcək. İndi bu nöqtələri necə tapaq? Demək, məsələ burasındadır ki, demək, bu funksiya deyil əslində. Bu nədir? Bir tənlikdir. Bu tənliyin, demək, x oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 verməliyik. Y-ə 0. Aydındır. Bu ola bilir ki, məsələn, funksiya olsa y oxunu iki nöqtədə kəsə bilməz bu. Aydındır. Amma bu tənlik deyən y oxunu iki nöqtədə kəsə bilir. Bunun tənliyi belədir. Demək, biz bu nöqtələr haqqında nə deyə bilərik? Bu iki nöqtənin ikisinin də y-i nədir? 0-dır. Demək, x oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 veririk. 0 verəndə alırıq x kvadrat minus 4x minus 5 bərabərdir nəyə? 0-a. Və buradan köylərini alıb x-in biri -1, biri də nə? x2 ilə bərabərdir 5. Aydındır. Demək, 5-dən -1-i çıxırıq, cavab verir neçə? 6. Belə deyək ki, elə biri -1 buradadır, biri də belə götürək, kəsişmə nöqtədən biri də tutaq ki, bunları silək, 5 buradadır. Belə bir çevrədir, haradasa, indi radisi bilməm nədirsə, amma belə bir çevrədir. Axtarmıram. Və bu, belə davam edir də, tutaq ki, bir burada kəsib, bir burada. Ola bilər ki, aşağıdadır, indi baxacaq, araşdıracaq. Demək, belə də hesablam, buradan bura məsələ 5 vahiddir, buradan da bura 1 vahid, toplayırıq, edir 6. Demək, 2 nöqtədə kəsildi, məsafə 6. Amma, məsələ bunda deyil. Məsələn, gəlin biz bunun çevrənin tənliyini yazaq.
yazmağı öyrənək. Bu x kvadrat plus minus 4x var. Bu x kvadrat minus 4x'i. Yazıram x minus 2'nin nəyi kvadratı? Üstə gələk. Bu y kvadrat minus 2 plus 2y'də y plus 1'in nəyidir? Kvadratı. Hadi burada demək bir 4 əlavə elədik. Burada da bir 1 əlavə elədik. Yəni burada 2'nin kvadratı 4, 1, 5 var burada. Demək çıxaq 5 yazırıq. Bu 5'i çıxırıq oradan. Çünki əlavə elədik. Çıx 5 də var burada. Biri bərabərdir 0'a. İndi buradan bunları silək. Alırıq x minus 2'nin kvadratı. Üstə gələk y minus 1'in kvadratı plus 1'in kvadratı bərabər nəyə? 10'a. O da kök altda 10'un kvadratıdır. İndi bax buradan bunun mərkəzinin koordinatları 2 mənfi 1. Aydındır. 2 mənfi 1 hardasa aşağıdayım. Demək bunun çevrə bax belə kəsin. Belə yox. Tərsinə bax burada. Aydındır. Demək radiusu da nəyə bərabərdir? Kök altda 10'a. Aydındır. Bunu da bilmək vacibdir. İndi burada ola bilər deyək ki, bu çevrənin uzunluğunu tapın. 2 pi'dir. 2 kök altda 10 pi. Və yaxud çevrəni əhatə elədiyi sahəni tapın. 10 pi və s. Belə. Bu 5-ci sual. Sonra gəlir 6-cı sual. O ilk soxulu kəsmir. Bu da eyni sualdır. Bunu nəyə qeyd eləmişəm bilməm. Demək 10-cu sual. 10-cu sualda deyir ki, mərkəzi 4, mərkəzi O. 4 mənfi 6 nöqtəsində olan və 2 mənfi 3 nöqtəsindən keçən və 2 mənfi 3 nöqtəsindən keçən çevrənin çevrənin tənliyini yazın. İndi bu da bir çevrədir. Mərkəzi verilir, mərkəzi verilir. Aydındır. Nədir bunun mərkəzi? 2 mənfi 3 və tutaq ki, deyir ki, 2 mənfi 3. Deyir, hansı nöqtələrdən? Mərkəzi üzrsən 4 mənfi 6'dır. Mənfi 6 o nöqtəsinin koordinatları. Demək, bir də deyir ki, hansısa bir nöqtədən, nə deyək, deyək, 2 mənfi 3 nöqtəsindən keçirsə, bunun tənliyini yazın. Demək, biz tənliyini yazmaq üçün yazırıq x minus 4'ün kvadratı, yəni x minus a mərkəzin koordinatlarıdır. A budur, b də budur. Üstə gələk y plus 6'nın kvadratı, yəni y minus b, b də mənfi 6'dır, olur 6'nın kvadratı. Bərabərdir, demək, r-in kvadratına. Bunu bildik. Ümumi şəkildə budur, amma r bilinmir nədir. Amma burada hansısa nöqtədən keçdiyi verilibsə, demək, burada r nədir? Məlumdur. Biz əslində buradan r-i buradan da tapa bilərdik. Yazardıq, r bərabərdir. Demək, kökün altında 2 minus 4'ün, yəni mənfi 2'nin kvadratı 4, üstə gələk, mənfi 3 üstə gələk 6'nın kvadratı, olur 3'ün kvadratı, verir 9, eləmi? Mənfi 3 çıxarmaq 9, demək, kök altda 13. Aydındır. Və burada yazardıq 13. İndi bir yolu da, bunu yazandan sonra bu 2x'in qiymətidir, mənfi 3 də y-in qiymətidir. Bunu belə də eləmiyorlar. Yazıram 2 çıxaq 4, mənfi 2'nin kvadratı, üstə gələk, mənfi 3 üstə gələk 6, nə? 3'ün kvadratı, bərabər nəyə? R-in kvadratına. Buradan da gördük ki, R kvadrat bərabərdir nəyə? 13'ə. Onda olacaq x minus 4'ün kvadratı, üstə gələk, y plus 6'nın kvadratı bərabər nəyə? 13'ə. Ya çıxaq 13 bərabər 0, belə də yaza bilərik, belə də yaza bilərik. İndi bir də görsən ki, bu çox hərli şəkildə yazılmır, açıq şəkildə yazılır. Yazırsan x kvadrat, burada y kvadrat, bunu da yazıram, istəyəm, əvvəl bunları yazdım. Sonra burada mənfi 8x var, yazıram mənfi 8x. Burada demək 12y var, yazıram 12y. Sonra da burada 16, bu da 36. Toplayanda edir 52. 52'den de 13 çıxanda üstə gələk 39. Bərabər 0 şəklində. Bu şəkildə də verilə bilər, bu şəkildə də verilə bilər. Hər birini bilmək lazımdır. Bu da belə məsələdir. Sonra demək, neçənci məsələ? 10-cu. Sonra gəlir demək 12-ci məsələ. On ikinci məsələdə deyir ki, demək, M 12-ci məsələ. M 3 mənfi 1 nöqtəsindən keçən və x kvadrat yazır, x kvadrat üstə gələk, y kvadrat çıxaq 4x minus 8y minus 11 bərabər 0 çevrəsi ilə mərkəzlə eyni mərkəzli çevrənin təmini yazır. Demək, belə götürək də bir çevrəmiz budur, biri budur, aydın da.
Tutaq ki, elə. Ona çevrə çəkək. Bax, eyni mərkəzli deyəndə, gəlin baxaq. 2 dənə çevrə çəkək. Biri bu olsun. Bunları da bilmək gərəkək. Lazım olan məlumatların da hamısını verəcəm. Biri də olsun, biraz daha böyük çəkək. Tutaq ki, belə. Biri də olsun, bu. Demək, mərkəzləri bunların nədir? Eynidir. Aydındır uşaqlar. Bunların demək, mərkəzləri ikisində eynidir. Bu mərkəzləri eynidir. Birinin radiusu, tutaq ki, olsun R1. Bu da belə də bu R2 olsun, böyük götürək. Bu da olsun nə? R1. Aydındır. Bunlara deyirlər, mərkəzləri eyni olan çevrələrə də konsentrik çevrələr deyirlər. Bunu da bildirim ki, birdən görsən bu zolağın sahəsini tap deyil. Demək, pi r kvadrat, böyük erkin, pi r2-nin kvadratından çıxırıq nəyi? Pi r1-in nəyi? Kvadratını. Bunu da yazmaq, pi bura r2 kvadrat minus nə? r1 kvadrat yazmaq olar, aydındır. Və yaxud böyüyünə böyük yer yazıb, kiçiyinə kiçik yer yazsaq, aydındır. Burada olar böyük yer, burada da nə? Kiçik yer, belə də. Bu şəkildə də olar. Bu da düşmüşkən deyirəm ki, yadınızda qalsın. Və yaxud bu palasanın qalınlığını soruşur bəzdən. Tabi bu böyük yerdir, bu da nədir? Kiçik yerdir. Bu kiçik yerdir. Bu qalınlığı soruşanda böyük yerdən nəyə kiçik yeri neyini çıxırıq? Və yaxud R1-dən R2-ni çıxırıq. İndi bizim burada böyük yerdən istifadə edirik, adətən yazılışda. Ona görə buraya yazaq R1, buraya yazaq nə? R2. Aydındır, bu da olsun R2. İndi deyir ki, bu çevrənin, bunların hansısa biri, budur, bilmirəm, hansının radiusu böyükdür, hesablaya bilərik, amma belə də heç vaxt mən buna hazırlıqlı gəlmirəm ki, aydındır, müzakirə edə biləm uşaqlarla. Hazır məsələ məndə olanda, məsələn, müəllimdə də hazır məsələdə maraqsız olur izah eləmək. Maraqlanan məsələ budur ki, rast gəlir ilk dəfə uşaqlarla müzakirə edirsən, belə daha maraqlıdır. İndi bilməm, budur, yoxsa böyükdür, bilməm. Gəlin bunun ən əvvəldə çevrənin mərkəzləri isə bu mərkəzin, o nöqtəsinin koordinatlarını tapaq. İndi baxırıq burada, x kvadrat minus 4x-nə, bunu birləşsək, yəni bir də y kvadrat minus 8y-dir. Buradan tam kvadratlara ayrılır. Bu x minus 2-nin kvadratıdır. Üstəgəl bu da y minus nəyin? 4-ün kvadratıdır. Əslində, yaxşı bilən uşaq baxan kimi görür x minus 2-nin kvadratı, bu da y minus 4-ün kvadratına əlaqəlidir. Bunun koordinatları baxan kimi 2 nədir? 4-dür. Aydındır. Baxan kimi deyəcək, sonra məsələnin həlli asanlaşır. Amma biz burada əlbəttə ki, bunları neyini izah edirik ki, anlasınlar. Demək, bu 4, bu da 16 kvadratlar edir 20. Biz yazmalıyıq çıx 20, çıx 11 də var, çıx 31 bərabərdir 0-a və təmin bu şəkildədir ki, x minus 2-nin kvadratı plus y minus 4-ün kvadratı bərabərdir kök altda 31-in kvadratı. Bunlardan hansısa birinin radiusu 31-dir, bilmirəm hansı. İndi bilsəm, tutaq ki, belə deyək ki, götürək böyük, bu kök altda 31 olsun, bu radius. İndi deyir ki, bu nöqtədə, bu çevrə üzərində də, bu bir çevrəyə aiddir. Tutaq ki, bu nöqtədə M nöqtəsi də budur. Bilməm, indi baxaq görək, 3 nə? -1 olsun. İndi bunların mərkəzləri eynisə, bu tutaq ki, böyük çevrənin tənliyi budursa, kiçik çevrənin tənliyi də yenə x minus 2-nin kvadratı, üstə gələk y minus 4-ün kvadratı eyni olacaq. Olacaq bərabər sadəcə olaraq demək kiçik yazırıq R1-in kvadratına. İndi R1-in kvadratını tapmaq üçün bu iki nöqtə arasında məsafəni də buradan hesablaya bilərəm əslində. 3-dən 2 çıxıram, bu OM-i hesablayaq burada. OM bərabərdir, aydındır, bərabərdir. 2 variantı var. Bir burada radius hesablayır, bir də burada yerinə qoyub hesablayırsan. OM bərabərdir, yazırıq. 3-dən 2-sini çıxıram, kök altda. 3 çıxar 2-nin kvadratı 1, üstə gəlin -1 çıxar 4-ün kvadratı, o da -5-in kvadratı 25. Bu deyil, kök altda 26. Aydındır, hə? Düz. Kök altda 26, bu burada yerləşir. Demək, və yaxud da burada yerinə qoyuram bu nöqtəni, bu mərkəzli budur, radiusda R1 olan bir çevrə, bu nöqtədən keçirsə, demək, bu nöqtə x, y burada yerinə qoyuram, ödəməlidir bunu. Demək, 3-ü qoyanda 3-dən 2-1-in kvadratı, üstə gələk, demək, -1 çıxar 4, -5 kvadratı 25, bərabərdir R1-in kvadratına. Buradan da R1 bərabər arıq neçə? 26 kök altında. Aydındır, bu da belə həll eləmək olar. Sonra demək, 12-ci sual edirəm, görək nə var orada başqa? Gəlir demək,
13-cü sual çevre ilə eyni olan çevrənin tənliyini yazın. Mərkəzləri eyni, bunlar da eynidir. Sonra 14-cü sual. Yazır ki 14-cü sual. Y bərabərdir. Demək, Y bərabər deyil. Xeyr. X plus Y çıxaq 1 bərabərdir 0 düz xətti ilə x minus 2 kvadratı üstə gələk. Y plus 3'ün kvadratı bərabərdir 2. Çevrəsinin toxunma nöqtəsini tapın. Demək, bu düz xətlə bu çevrənin toxunma nöqtəsini tapın. Ta ki, bu bizim çevrəmizdir. Aydın da belə verilib. Aydın çevrə. Bir də düz xət var. Ona neyini toxunur. Toxunursa bunlar bir nöqtədə toxunurlar da, elə deyil. Bir ortaq nöqtələri var. Əgər toxunmursa, kəsmirsə, heç ortaq nöqtələri yoxdur. Demək, belə olan isə iki nədir? Ortaq nöqtəsi. Kəsirsə iki ortaq nöqtəsi var. İndi bunu həll etmək üçün əslində bir sistem təhlili kimi həll etmək olar. Və buradan yazıram. Əvvəlcə Y-i tapıram. Y bərabərdir. Və buradan demək 1 minus x-ə. Və burada gətirib qoyuram və burada yerinə, Y-in yerinə. Aram x minus 2'nin kvadratı. Üstə gələk. Demək 1'i qoyanda yerinə 1 minus x olur. 4 minus x kvadratı bərabər nəyə? 2'yə. İndi buradan bu tənlimini biz nə edirik? Həll edirik. Yazırıq. X kvadrat edir. 2x kvadrat. Aydındır. Mənfi 4x, mənfi 8x, mənfi 12x. Aydındır. Bu 4, bu da 16. 20 çıxanda 2, üstəyilə 18. Bərabərdir 0'a. 2'yə də bölsə x kvadrat minus neçə demək? 6x plus 9 bərabər 0. Demək, buradan görünür ki, bu x minus 3'ün nə idi? Kvadratıdır. Kökü yəni bərabər 0'a, x bərabərdir 3. X'i 3 tapdıq. Gətirib burada yerinə qoyuruq. 1'dən 3 çıxırıq. Y bərabərdir. 1 çıxar, 3 edir mənfi 2. İndi bunların axtardığımız top 3 mənfi 2'dir. İndi bir baxın ha. Birdən bəzən funksiyaların kəşfə nöqtəsini tapanda bunları belə sistemdə yazırsan və bu tapdığın qiyməti burada da qoysan, orada da qoysan eyni qiymət alır. Amma bu bir çevrənin tənliyidir deyən uşaqlar. Və bu çevrənin tənlid edən bir çevrədir. Ta ki belə durub, eləmi? Bu neçə nöqtəsi aldıq? X'i 3 alanda. X'i 3 alanda çevrə ya toxunursa həmin nöqtədə, bu çevrə buna belə bir vəziyyətdəsə, orada yalnız bir nöqtə alınır. Bu düz xətdə buna belə toxuna bilməz. Çünki bu düz xət nədir? Y bərabərdir 1 minus x düz xəttidir. Bu mailidir. Yəqin ki, bunu 2 nöqtədə kəsir. Aydındır. Bu düz xət bunu 2 nöqtədə kəsirsə, ta ki, bu nöqtədir, ya bu nöqtədir. Demək, burada 3 nöqtəsini verəndə bunun 2 qiymət ala bilərsiniz. Biri bu, biri də bu. Aydındır. Ona görə bunu birdən çaşıb burada yerinə qoyarsınız, yerinə qoysanız 2 dənə qiymət alarsınız. Ona görə əvəzləmə hardadırsa orada da yerinə qoyun. Mən bunu sistemə yazdım, yəni əvəzləmədə. Məsələn, birdən bu sistem yazmır, əvəzləməni qoydu yerinə tapdı, deyir, nəfər var. Burada ya burada qoyum yerinə, yəni tənlikdə dəyişənin yerinə qoyum qiymətini tapım, onda səhv olar. Aydın oldu, bunu da yadınızda saxlayın. Çünki bunlar bir funksiya deyil. Aydın bu neçənci sual oldu? 14-cü sual. İndi gəlin, sonra görək nə var orada. Ondan sonra demək burada bir də 17. Qeyd eləmişəm burada 17. Nədir? 17-ci sual yazır ki, x minus 2'nin kvadratı üstə gələk y minus 1'in kvadratı bərabərdir 14 və demək x plus 2'nin kvadratı üstə gələk y kvadrat minus 2y bərabərdir 21 çevrələrinin mərkəzlər arasında məsafəni tapır. Bu da heç, bu sadədir. Çevrələrin mərkəzlər arasındakı məsafəni tapmaq biri bu olsun. Bir dənə də çevrə tutaq budur, çəkdik, eləmi? Bunların mərkəzlər arasındakı məsafə deyəndə aydın ki, mərkəzləri O1, bu da olsun nə? O2. Bu nöqtələrin O1, O2'nin koordinatları lazımdır. Birinin koordinatları məlumdur, aydın ki, nədir? Tutaq ki, bu olsun. 2, 1. Aydındır. Koordinatlar məlumdur. Bu biraz sərgəliyə də. O1. Koordinatları 2 nədir? 1. İndi o 2'nin koordinatlarını tapmaq üçün bunu da bu şəkildə yəni əslində görünür. Bax da y minus 2'lik y minus 1'in kvadratı. Amma açıq şəkildə yazaq. X plus 2'nin kvadratı
Üstə gələk, demək, y minus 1'in kvadratı, aydındır. Burada 1 əlavə, minus 1 keçiləndə bir yana, demək, buradan tutaq ki, plus 1 yazılır da, minus 1 yazılır, bərabər 21 yazılır. Keçəndə bir yana olacaq neçə? Bərabərlik 22. Aydındır. Bu da bərabərlik kök hatta 22'nin nəyi kvadratı? Bu da bərabərlik kök hatta 14'ün nəyi kvadratıdır? Demək, bunun radisi kök hatta 14'dür, bunun radisi kök hatta 22'dir. İndi bu mərkəzlər arasındakı məsafə ola bilər ki, bunlar toxunur, ola bilər belə toxunurlar. Ola bilər ki, bir-birinin içindədir, bu şəkildədir. Ola bilər bu bunun içindədir. Aydındır, bilinmir hələ ki bu. Tapandan sonra biləcəyik. Amma bunun orada o qədər də vacib deyil. Çünki mərkəzlər arasında məsafə üçün bizim koordinatlardan, bunun da koordinatlarını tapdıq. Demək, -2 ilə nədir? 1'dir. Bu da -2 ilə nədir? 1'dir. Əslində buna baxanda, koordinatlara baxın. Biri, demək, 2 1'dir. Bax, tutaq ki, 2 1'dir. Aydındır, bu 1. Y nə? 1. Biri də -2 1'dir. Bunlar arasında məsafə görünür ki, 4 olacaq. Bax, bunu bir də izah edirəm uşaqlar. Belə nöqtələrdə diqqətli olun, aydındır. Ya absislər, ya ordinatları eyni olanda. Bax, biri 2 1 nöqtəsidir. Tutaq ki, 2 1 buradır. 2 1 nöqtəsi buradır. Biri də -2 1 nöqtəsidir. Bu da buradır. Aydındır. Bunlar demək, x oxuna paralel bir düz xətt boyunda yerləşdiyindən buradan bura məsafə, bu çevrələr arasındakı nədir? Məsafədir. Demək, nə olacaq? 4 olacaq. Aydındır. İndi biz buradan iki nöqtə arasında məsafə düsturunu əlbəttə ki, tətbiq edəcəm. Həmişə bu belə ola bilməz. Yazırıq demək, O1, O2 bərabərdir. Demək, kökün altında 2 çıxaq -2. Elir nə? 4'ün kvadratı. Üstə gələk 1 çıxaq 1, o da elir 0'ın kvadratı. O da elirsə 4. 16'dan da 4 çıxır. Məsələnin həlli oldu 4. Bu da 17-ci sual. Sonra demək, 17 getdi, gəldi 22-ci suala. Burada da deyir ki, 22-ci sualda da deyir ki, uşaqlar, A 4 5 nöqtəsindən x kvadrat, üstə gələk y kvadrat, üstə gələk 4x plus 6y bərabərdir 12 çevrəsinə qədər olan məsafəni tapın. Bu artıq demək, bu nöqtədən bu çevrəyə qədər olan məsafəni tapın. İndi bunu əvvəlcə bu çevrəni yazaq qaydasında, demək, çevrənin tənliyi şəklində gətirək. X kvadrat plus 4x'i yazırıq. Bu x plus 2'nin nəydi uşaqlar? Kvadratı. Üstə gələk. Y kvadrat plus 6y də y plus 3'ün kvadratıdır. Aydındır. Bu 4, bu da 9. Neçə edir? 2'nin kvadratı 4, 9. Gelir 13. Çıxar 13 yazırıq. Və keçiləndə bir yana olur bərabər nəyə? Plus 13 edir 25. Bu da bərabərdir 5'in kvadratına. Demək, biz bildik ki, bu çevrənin mərkəzi -2, -3 nöqtəsindədir və radiusu da nəyə bərabərdir? O mərkəzi olsun. Demək, radiusu da hansı uzunluqdadır? 5 vahid uzunluğundadır. İndi orada santimetrdir, desimetrdir, başqa şey. İndi gəlin bura baxalım. Bu məsələmizi necə edirik? Aydındır. İndi bir də tutaq ki, çevrəmiz budur. Aydındır uşaqlar. Mərkəzi -2, -3. Bu mərkəzi olsun bu. Bu da bir nöqtə olsun. Tutaq ki, buradan olan bir nöqtə. Belə. Bu olsun mərkəzi. Nədir bunun? Mərkəzi qoyaq burada. Bu xətt olsun buna. Bu olsun nöqtə. Hansı nöqtədir? 4, 5. Tutaq ki, bu A nöqtəsi. Koordinatları 4, 5. Bunun da mərkəzi demək, -2, -3'dür. O nöqtəsi, aydındır, o nöqtəsinin mərkəzi -2, -3'dür. Aydındır. İndi bu bizə deyir ki, bu nöqtədən, A nöqtəsindən çevrəyə qədər məsafəni soruşur. Bu, tutar ki, A nöqtəsinə qədər olan məsafəni soruşur. Bu A nöqtəsi budur, yox. Bu olmadı. A nöqtəsi bu olsun. Bu olsun, tutar ki, S nöqtəsinə qədər olan məsafəni tapın. A, S. İndi biz yenə bayaq dediyimiz kimi iki nöqtə arasında məsafə düstundan istifadə edirəm. Bu çevrənin mərkəzi məlum, bu nöqtə də məlum. Biz A, onu əvvəlcə axtarırıq. Onu da yazaq bura, o görünsün abi. A, o. Aydındır, A, o nöqtə. A, onun uzunluğunu da axtarırıq. A, o bərabərdir. Kökün altında, demək, uyğun koordinatların fərqinin kvadratı. -2 çıxaq 4. Elir belə də yadaqlar. -2 çıxaq 4'ün kvadratı. Üstə gələk.
mənfi 3 çıxaq 5-in kvadratı, mənfi 3 çıxaq 5-in kvadratı. Mənfi 2 çıxaq 4 neçəyir? 6-nın kvadratı, 36. Bu da mənfi 8-in kvadratı neçə? 64. Toplayanda 100 edir, bərabər nə elədir? 10. Kök haqqda 100-dən 10 çıxır. A o 10'dur. Radiusda R də bərabər nəyə? 5'ə. Aydındır. İndi bizə AS'i soruşursa, AS bərabərdir. Aydın, çevrəyə qədər ən yaxın məsafəni soruşsa. AO'dan, demək AO'dan çıxmalıyıq nəyi? OS'i. Yəni nəyi? Radiusu. O da bərabər. AO 10'dur. Ondan çıxırıq radiusda 5 deyir. Nə? 5. İndi birdən demiş olsaydı ki, tutaq ki, olsun bir M nöqtəsi, aydındır. Həmin nöqtədən çevrənin ən uzaq nöqtəsinə qədər məsafəni, yenə də deyirəm, ən yaxın olan məsafəni tapmaq üçün, çevrədən, ən yaxın məsafəni tapmaq üçün uşaqlar. Həmin nöqtəni, bu A nöqtəsini, çevrənin mərkəzi ilə birləşdiririk uşaqlar. Bu da çevrədir, mərkəzi ilə birləşdiririk. Demək, çevrənin Aya yaxın tərəfdə kəsişmə nöqtəsi, Aya ən yaxın, çevrənin mərkəzindən uzaq, yəni Aya görə uzaq tərəfdə duran nöqtə isə, demək, A'dan çevrənin ən uzaq nöqtəsi adlanır. Mütləq belə, bu mərkəzdən keçən düz xətdən kəsişmə nöqtəsi var, bu M nöqtəsi. Aydındır. İndi AM-i tapmaq üçün, AM nöqtəsinin uzunluğunu, parçasının uzunluğunu tapmaq üçün, yəni A nöqtəsindən çevrənin ən uzaq yerdə duran nöqtəsinə qədər olan məsafəni tapmaq üçün, demək, A onun üzərinə artıq burada nəyə gəlir? R gəlirik. Bərabərdir 10 üstə 5, o deyilsə 15. Bu da belə bir tip məsələ. Aydındır. Sonra demək, bu neçənci idi? 22-ci. Sonra, bu da maraqlı tip məsələlərdə uyğunu da izah edək. Və bu, belə ki, kəsişməklə əlaqəli olan məsələlərdir. İndi, deməyim odur ki, uşaqlar burada. Vacib odur ki, əzbərləməyə getməyək. Nə bilim, bunu qeyd edeyim, yadımda saxlayayım. Belə bir şey yoxdur. Bax, bu tip məsələ, birini edirsən, ikisini edirsən, üçünü edirsən, cümmursan, bu testin üstünə ki, mən bu testləri tez eləməliyim. Xeyr, eyni tip məsələləri üzərində dayanaraq sən anlayırsan, məsələ nədir, nədən söhbət gedir, ondan sonra başlayırsan iş görməyə. Demək, bizə belə də, burada çəkək bir dənə. Burada bir məsələ verir, bu tip məsələ. Niyə əli çəkdim, o belə? Elə ki, olur da bir də belə, o belə. Artıq yorulmuşuq, görmüşük. Bu bizim O, X, bu da olsun nə? Y. Bu çevrə, burada müxtəlif variantda dura bilər. Belə durub, bunun üzərindən belə hərəkət edir, bu toxunur buna. Kəsir bunu. Burada mərkəzi çevrənin koordinat başlanğıcıdadır. Mərkəzi OX oxu üzərindədir, məsələn. Mərkəzi OX oxu üzərində. Belə müxtəlif variantda olar. Hamısı demək olar ki, eyni tipli məsələlərdir. Sadəcə olaraq düşüncə ilə yanaşmaq lazım. İndi məsələn, çevrə verir, belə toxunur buna. Belə toxunur. Toxunursa, demək, biz bilirik ki, çevrəyə toxunan haqqında məlumatımız var və toxunma nöqtəsində çəkilmiş radiusa perpendikular. Bu çevrənin mərkəzi olsun. Burada bir radius çəkəndə bir də buna, bu da toxunursa, buna da perpendikulardır, buna da perpendikulardır, bu da perpendikulardır. Demək, bu oldu kvadrat. Bu R-dir, bu R-dir, bu da R-dir, bu da R-dir. Burada bir kvadrat yarandı. Aydın, belə bir kvadrat figur yarandı. Aydın da, buradan radius yenə bunu da biləksə, yenə bu da nədir? R-dir. Demək, bu nöqtələr verilən, ta ki, bura verilirsə 3, onda burada mütləq 3 olmalıdır. Demək, çevrənin radiusu 3'dür. Burada sonra nə deyirsə tap. Aydındır. İndi birdən görsən ki, bu belə olmur. Bunları silək. Belə olmur. Çevrə. İndi tutaq ki, bu belədir. Toxunub keçib belə. Bura toxunub. Aydındır. Belə bir yandan çəkək, belə də. Belə də belə. Bu nöqtələr verilib. Aydındır. Bu da verilib, bu da verilib. Məsəl üçün yazaq ki, bura 2 yazaq. Bura yazaq neçə? Yazaq 4. Rahat olsun. 4. Burada yazaq nə bilim, bilmirəm, nə yazaq, birdən düz gəlməz. Yazaq 3. Tutaq ki, belə. İndi, bunu belə birləşdirəndə, bunun mərkəzi burada deyiləm. Bunu buradan birləşdirəndə bu nədir? Buna perpendikulardır. Aydın ki, bu nədir? Radius. Bilinmirlər.
İndi bax bu 2 ilə 4-ün bax bu vətərdir. Biz bunu çevrədən bilirik ki, bax bu vətəri bura perpendikulyar çəkəndə, buna perpendikulyar. Bunun koordinatlarını yazmaq istəyirəm tutaq ki, bu çəmdə radius davam etsə radiusda, yəni buna perpendikulyar olur. Və bilirik ki, vətərə perpendikulyar olan radius, bunu yəni əvvəldən bilgili olmalıdır. Bu çevrədir. Vətərə perpendikulyar olan radius vətəri neyini yarıya bölür. Və yaxud vətəri yarıya bölən radius vətərə nədir? Perpendikulyardır. Demək, bunu yarıya bölürsə, bu 2-dir, bu 3 ola bilməz. Bu 3 oldu, radius 3 oldu, bu 3 olmayacaq. Demək, bu olacaq ta ki 1,8 olsun, belə. Aydındır. İndi bu, çünki bura artıq oldu, 2 ilə 4-ün yarısı, demək, bura düşür. Bura nə olur? 3. 3 olan kimi, demək, bu 3-dürsə, bu radius, buna bərabərdir. Bu da radiusla bərabər nəyə? 3-ə. Aydındır. İndi birdən 1,8-sə bura, bu məsafəni belə çəkəndə burada nə olmalıdır? 3 olmalıdır. Aydın, çünki onda bura nədir? 1,2-dir. Və s. Belə, bunun üzərində nə edirsən? İşləyirsən. Aydındır. Ola bilər ki, belə olsun. Yenə həmin şeydir. Mərkəzi yöndə. Əvvəlcə laf sadəsindən işləyib, neynəmək lazım? Anlayıb, sonra yavaş-yavaş mürəkkəblərini, yəni ona nisbətən mürəkkəb. Aydındır. İndi gəlin orada bizim məsələmiz var. Məsələni necə eləyərik, ona baxaq. Məsələ orada hazır verildi. Demək, belə bir, deyək ki, belə bir, ama çəkəndə belə dayan. Biz özümüzü niyə yoruruq ki? Gözəl olsun deyən, belə çəkək də, bunu belə sıxışdıraq da belə. Təqdir vermə belə. Bunun mərkəzində qoyaq. Belə bir çevrə verilib uşaqlar. Mərkəzi burada. İndi görün burada nələr verilib. Buraya yazaq Y. Buraya yazıq oğlum. Demək, nə yazıq burada? Burada bir nöqtəsi qoyub, burada yazıb 2. Əslində bu cədvəl kimi, belə də kredkalı bir şəkildə çəkilir. Bura baxan kimi, bu mərkəz görülür ki, buradan demək 1, 2, 3, mənfi 3-ə düşür. Bu da 2, 3, bu da 4-ə düşür, o belə. Buradan baxanda belə, verilmir bura 4-dür, bir dənə bura verib 1-dir, bura verib 1. Nöqtəni belə göstərib, sonra deyir ki, demək bura. Mərkəzdə göstərir. Düşür belə də bölünmüş dəftər vərəqində olan bölgülərlə düşür 3, 4. Burada olur 4. Aydındır. İndi burada nə soruşur? Deyir ki, mərkəzi M nöqtəsində demək, M nöqtəsində olub, M nöqtəsindən keçən, yəni M nöqtəsində olub, bu da M nöqtəsindən keçən çevrənin təmini yazın. Bu da sadədir. Aydındır. Demək, bu 1-dir, burada nədir? 2-dir. Aydındır. Demək, bu çevrənin mərkəzinin koordinatları o, nə olur? Mənfi 3, 4 olduğu üçün. Bu çevrənin təmini olur x plus 3-ün kvadratı, üstə gələk y minus 4-ün kvadratı, bərabərdir nəyə? L kvadratı. Bunu yazmaq, bir də L lazımdır. İndi L babtağı, bu nöqtənin koordinatı, L nöqtəsi koordinatları 0,2-dir. 0,2-ni burada yaza bilərəm, x-in yerinə 0, y-in yerinə 2. Onlar 9, üstə gələk, demək, 2 çıxaq 4, mənfi 2 kvadrat 4, bərabərdir L kvadratına. Bu da L kvadrat görünür ki, 13-dür. Olacaq demək, burada nə? 13. Bu da bunun təliyi oldu, getdi. Və yaxud da belə. Bura 2 olduğundan, bu düz bucaqlı 3 bucaqdır. Burada radiusdur da, aydın için. Bu radiusdur. Aydındır. Buradan bura məsafə nə qədərdir? 2. Buradan burada bu məsafə elə buna bərabər. Bu da 3-dür. Demək, yerin kvadratı bərabərdir. 9 plus 4, 13. Yazırsan ora, bu da onun təmliyi. Aydındır. Biri də belə. Sonra demək, bir də belə bir məsələ var burada uşaqlar. Bu da maraqlıdır. Demək, deyir ki, bir xətti funksiya verilmişdir. Xətti funksiyanın belə deyək də, düz xəttin tənliyi verilmişdir, daha doğrusu desək. Deyir, bunun, demək, ordinat oxları ilə əmələ gətirdi, üçbucağın daxilinə çəkilir, çevrənin radiusunu tapın. Və belə çəkək, yenə Dekart koordinat sistemi çəkməliyik, bilmirəm burada, görün, hardan keçəcək o
Təmlik belədir. Neçənci sualı bu? 31-ci sual. Hani y bərabər 3y çıxaq 4x bərabər nəyə? 24. Düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. O, x, bu da nə olsun? Y. Eləmi? İndi düz xəttin yenə ordinat oxlarına əmələ gətir. Düz xətt tutaq ki, belə yerləşə bilər, belə yerləşə bilər. Bunlara paralel, buna paralel, aydındır. Belə yerləşə bilər. Amma bir düz xəttin təmini yazırıqsa, bu düz xətdirsə, bunu da biraz uzadaq, bilmirəm hara düşəcək. Demək, belə olsun ya belə olsun, aydındır. Biz bilirik ki, istənilən iki nöqtədən, müxtəlif nöqtədən yalnız və yalnız bir düz xətt keçir deyən, bir də bu düz xəttin təmini verilibsə, bunun hardan keçdiyini bilmək üçün bu qrafiklərinin kəskinə nöqtələr, bu nöqtələr vacib olan nöqtələr budur. Əgər koordinat başlanğıcından keçirsə, əlavə bir dənə nöqtə burada qeyd eləmək, tapmaq lazımdır ki, bu düz xətt konkret olsun. İndi burada əslində bizə düz xətt konkret verilir. İndi ya belədir, ya elədir, indi baxacaq. Demək, bu nöqtə haqqında nə bilirik? Bu nöqtənin apsisi nədir? Sıfırdır. Yəni, x-i sıfırdır. X-ə bərabər sıfır verəndə, 3y bərabər arıq neçə? 24. Y bərabər arıq nə? 8. Demək, bura nədir? 8 nöqtəsindən gedir. Bura 8 yazaq. Aydınlar. Demək, belə gedir. İndi bu nöqtənin koordinatını tapanda isə y-ə 0 verir. Y bərabər 0-a. Buradan demək, mənfi 4x bərabər 24. X-ə bərabər arıq nə? Mənfi 6. Bu artıq buradadır. Mənfi 6. Belə. Demək, bu düz xətt belə keçir. İndi bu düz xəttin bura mənfi 6, burada neçə? 8. Aydındır, bu mənfi 6-nı belə yazaq buraya. Mənfi 6, o da 8. İndi burada ordinat oxları əmələ gətirdiyi üçbucaq bax budur. Tutaq ki, bura yazaq, nə yazaq? Yazaq R, bura yazaq O, bu da olsun B. Aydındır. Bu R, O, B üçbucağı. O da bizim burada olsun, daha yaxşı olsun. Aydındır. Demək, bu üçbucaq necə üçbucaqdır? Düz bucaqlı üçbucaqdır. İndi burada Qurandan sonra əlavə uşaq bilməlidir ki, düz bucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu necə tapmaq olar və yaxud xaricinə çəkilmiş çevrənin radiusunu necə tapmaq olar? Əvvəlcə bura 6-dır, bilək. Bu da nədir? 8-dir. Məsafəsini deyirəm, yəni OL məsafəsi 6-dır, OB də nə? 8-dir. İndi RB-ni tapanda bu da 6, 8, 10. Əlbəttə ki, bildiyimiz məlum üçbucaqdır. 6, 8, 10. Demək, hipotenuzda 10-dur. İndi onun xarici çəkilmiş çevrənin radiusunu axtarırsa, bu bərabərdir C bölünmüş 2-dir. Olacaq 10 bölünmüş 2, bu da nə? 5. Daxilinə çəkilmiş çevrənin radiusu R bərabərdir. A plus B minus C bölünmüş 2-dir. O da bərabərdir. Demək, 6, 8, 14, 14-dən 10 çıxanda 4, 4, 2, 2. Cavab 2. Bizə lazım olan da cavab budur. Bax, beləncə. İndi nə isə uşaqlar? Belə məsələləri, bu məsələləri təzədən bir də edirsiniz, özünüz anlayırsınız. Yoxsa elədim, cavab aldım, mən bunu, belə bir şey yoxdur. Uzun illər təcrübəmdən mən heç bir qayda yazdırmadan, heç bir qayda qanun, nə bilim, gedin əzbərliyində eləmədən təməl bilgilər var, onları bilirsiniz. Əgər bura gələn uşaq o təməldə olan elementar şeyləri yaxşı bilirsə, mən mürəkkəbindən danışmıram. Bunları rahatçılıqla eləyir və bura gəlib çıxanda bura, tutaq ki, həndəsənin əvvəllərində nə isə məsələlərdə çətinlik çəkirdisə, artıq bunlara girişəndən sonra özü qayıdır, yavaş-yavaş uşaqlar o mürəkkəb məsələləri eləyir. Amma onları eləyə bilməyəcək uşağa o zaman onu izah edəndə əlbəttə ki, uşaqlar yaxşı nəticə olmur. Aydındır, bu da belə bizim üçün bir bugünlük yoruldum, Allah kömək olsun.